Detoks 3 fazdan ibarət bir mərhələdir. Bu qaraciyərin faz 1, faz 2 və faz 3 detoksikasiya proqramıdır. Yəni faz 1 mərhələsində biz sadəcə öd yolları falan xırda toksinlər bədənə qolunur ki, bu xüsusilə kimyəvi toksin, hormon toksinlərin, hormonların metabolitlərinin toksin kimi bədəndə qalmasıdır. Bu elə bəzən kişilərə də aid olur. Məsələn, çünki burada artıq sadəcə yeməkdən aldığımız toksin, havada uçsal metal ağırlıqlı toksinlər, nə bilim kimyəvi məhsulların ksenoestrogenlər və s. nə qədər bunlardırsa, bir o qədər də hormonlarımızın metabolitləridir. Ona görə biz detoks dedikdə bunu çox dərin, mürəkkəb bir prosesi idarə etmiş oluruq. Bu sadəcə smuzi hazırlayacaqsan, bir sok içəcəksən, o deyil. Detoks sözünü hərfi mənada izah etsək, yəni ki, bu toksinlərin detoks edir. Toksinləri bədəndən qovur. Amma bunu daha çox dərinə gedib xırdalasaq, əslində toksin sadəcə yeməkdən aldığımız toksin deyil ki, bu genel böyük bir prosesdir. Özellikle Azərbaycan coğrafiyasında olan bir sıra xroniki xəstəliklər